Möhtərəm müsəlmanlar, değerli kardeşler, inşallah bugünkü xütbəmizin mevzusu əhdə vəfalı olmaq haqqında olacaqdır. Həqiqətən də bu mevzu çox önemlidir. Değerli kardeşler, Kur'an-ı Kerim okuduğumuz zaman biz tədəbbür ile, tefekkür ile okumalıyız. Bakın, birazdan okuyacağım ayette Allah Azze ve Celle ya eyyühellezine amenu diye hitap edir. Yani ey iman getirenler. Ve onu da bilin ki Kur'an-ı Kerim'de 89 defa ya eyyühellezine amenu diye hitap gelmiştir. Ve okuyacağımız ayet de Maide suresindedir. O da Maide suresinde ise 16 defa ya eyyühellezine amenu diye Uza Allah hitap etmiştir. Allah Azze ve Celle buyuruyor ki ya eyyühellezine amenu evfu bil'ukud. Ey iman getirenler, əhdlərinize vefalı olun. Verdiğiniz sözleri yerine getirin diye Uza Allah iman getirenlere emredir. Değerli kardeşler, əhdə vefalı olmak çok əzəmətli bir sıfatdır ve bütün peygamberlerde olması gereken sıfatdır. Peygamberliğin sıfatlarından biri de mütlak olmalıdır ki onlar əhdlerine vefa edirlər. Bakın Kur'an-ı Kerim'de Uca Allah buyurur ki وَاذْكُرْ فِي الْكِتَابِ İdris اِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا. Ey Peygamber sen kitapta yani Kur'an'da İdris'i yad et, onu zikret. O doğru sözlü, sözünde duran peygamber idi. Ve hemşinin Uca Allah buyurur ki وَاذْكُرْ فِي الْكِتَابِ İbrahim اِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا. Ey Peygamber kitapta yani Kur'an'da İbrahim'i yad et, onu zikret. O doğru sözlü, sözünde duran peygamber idi. Ve hemşinin Allah Azze ve Celle buyurur ki وَاذْكُرْ فِي الْكِتَابِ İsmail اِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَبِيًّا. Kitapta İsmail'i zikret. O sözünde duran peygamber idi. O elçi ve Resul idi. Subhanallah. Bakın değerli kardeşler, bütün bu ayetlerden de görülür ki Allah Azze ve Celle peygamberlerini sıddık, doğru sözlü, əhdine vefalı olduklarını bize haber verir. Ve hatta okuduğumuz ayette eğer fikir verdinizse Allah Azze ve Celle o peygamberlerin peygamber olduğunu demezden önce onların doğru sözlü, əhdlerine vefalı olduğunu önce haber verir. Değerli kardeşler, əhdə vefalı olmak bir şereftir ve Allah'ın öz kullarından istediği bir emirdir. Bu sadece müstehab bir emel değildir. Bunun çok büyük mesuliyeti vardır. Bakın değerli kardeşler, Uca Allah buyurur ki bütün əhdlər, bütün verilen sözler, mesuliyetler her biri sorgulacaktır. Uca Allah buyurur ki وَاَوْفُوا بِالْعَهْدِ اِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا. Verilen əhdlərə yerine getirin. Əhdinize vefalı olun. Bütün əhdlər, bütün verilen sözler mütlak sorgulacaktır. Subhanallah. Ve hemsinin peygamberlerin sonuncusu Muhammed Mustafa sallallahu aleyhi ve sellem onun hayatı baştan sona kadar vefayla doludur değerli kardeşler. Bakın Peygamber Efendimiz'i Mekke müşrikleri bir evde gizli toplaşıp onu öldürmekten bahs ederken böyle bir hile kurarken hemen gece Resulullah sallallahu aleyhi ve sellem öz evinde Mekke müşriklerinin ona emanet verdiği o emanetleri bir adlarını çekir Hazreti Ali'ye tapşırır ki onların sahiplerine verir. Bakın değerli bir evde Peygamber Efendimiz'i hile kurup onu öldürmek istiyorlar. Lakin Resulullah sallallahu aleyhi ve sellem onlara emanet verilen o əhdləri, o emanetleri bir sahiplerine taktırması için Hazreti Ali'ye onlara tapşırır. Değerli kardeşler, Resulullah sallallahu aleyhi ve sellem əhdine vefalı peygamberidir. Bakın, dedi ki bütün peygamberlerde bu sıfat olmalıdır. Resulullah sallallahu aleyhi ve sellem Bedir savaşında, Bedir dövüşünde bize ibretli bir hadiseni öğretmiştir değerli kardeşler.
Bakın, Müslim'in rivayet ettiği hadiste Huzeyfe İbn-i Yemen özü rivayet edip deyir ki, mən və atamı Bədir döyüşündə iştirak etməyə əngəl olan bir şey var idi. Atam ilə mən Məkkə müşriklərinin nəzarət etdiyi bir yerdə, bir bazarda idik və bu ərəfədə artıq Bədir savaşı başlayacaq idi. Mən atam ilə bərabər Peyğəmbər Efendimizin yanına gəlmək istədik ki, o Bədir döyüşündə iştirak edək. Lakin yollarında Məkkə müşrikləri çıxır və Huzeyfe İbn-i Yemen və onun atasını əsir götürürlər. Əllərini, qollarını bağlayırlar və onları bırakmaq istəmirlər. Lakin onlar savaş, döyüş yerlərində, savaş hile olduğu üçün onlar deyirlər ki, biz Peyğəmbərin yanına getmək istəmirik, biz sadəcə Mədinəyə gedirik. Onlara uzun uzadığı söhbətdən sonra inandırıblar ki, biz Mədinəyə gedəcəyik. Lakin Məkkə müşrikləri onlara and içdirib onlardan bir əhd aldı. Dedi ki, siz Allah'a and etsin və söz verin ki, gedib bu Bədir savaşında bizim əleyhimizdə savaşda iştirak etməyəcəksiniz. Onlar da and etsinlər, sonra gedirlər. Bədir döyüşündə, Bədir deyilən yerdə Resulullah sallallahu aleyhi və səlləm yanına gəlirlər. Allah Resulü onları görür, çox sevinir. Və bilirsiniz ki, değerli kardeşler, Bədir savaşında Müslümanların sayı düşmanlardan 3 dəfə daha az idi. Təxminən 313-317 nəfər. Müşriklərin sayı isə 950.000 nəfər yaxın idi. Bu halda belə o səhabə başına gəlmiş o hadisəni Peyğəmbər Efendimizə xəbər verir. Və Resulullah sallallahu aleyhi və səlləm onu və atasını Bədir savaşında iştirak etməyə icazə verir. Deyir ki, gedin, dərhal buradan uzaqlaşın, biz əhdimizə vəfalı olacaq və nəstə'idullaha aleyhim və onların əleyhinə Allahdan yardım diləcəyik. Baxın, dəyərli qardaşlar, savaşacaq olan kimsələrə ehtiyac olduğu halda Allah Resulü sallallahu aleyhi və səlləm səhabələrinə öyrədir ki, hətta düşmənimizə əhd versəz belə, söz versəz belə, onu mütləq yerinə yetirməlisiniz. Və onlar o döyüşdə iştirak edə bilmirlər. Lakin ondan sonraki savaşlarda isə iştirak edirlər. Dəyərli qardaşlar, və həmçinin Resulullah sallallahu aleyhi və səlləmin əhdinə vəfalı olmasını göstərən və vəfakar olduğunu göstərən amillər çoxdur. Baxın, Bədir savaşında Resulullah sallallahu aleyhi və səlləm əshabına deyir ki, Əbul-Buxtari ibn Hişamı kim görsə, qarşısına çıxsa, onu əsla öldürməsin. Səhabələrinə təlimat verir ki, Əbul-Buxtari'yi kim qarşısına çıxsa, onu öldürməsin deyə təlimat verir. Nəyə görə dəyərli qardaşlar? Çünki o Əbul-Buxtari Məkkə müşriklərindən idi. Və Resulullah sallallahu aleyhi və səlləmə embargo qoyulduğu zaman, boykot edildiyi zaman 3 il ərzində o və onun qəbiləsi o boykota razı olmadı və müsəlmanlara gizlicə ərzaq verərdi. Baxın, Peyğəmbər Efendimizin onun bu əməlini unutmadı və ona vəfalı olması üçün səhabələrinə əmr etdi ki, o kimin qarşısına çıxsa, əsla onu öldürməsin. Dəyərli qardaşlar, Resulullah sallallahu aleyhi və səlləmin vəfalı olmasına aid çox danışırlar. Baxın, vəfalı olmaq bir milləti, bir qövmü, bir cəmiyyəti onu ucaldar və bir cəmiyyəti isə alçaldar əgər ona əməl etməz isə. Bakın Kur'an-ı Kerim'de Uca Allah buyurur ki, ey Bəni İsrail, ey İsrail oğulları, size vermiş olduğum nimetimi ve sizi alemlere üstün kıldığımı hatırlayın. Bəli, Bəni İsrail, İsrail oğulları vaxtı ikən alemlere en üstün kılınmış ümmət idilər. Lakin onlar sonradan bu fəziləti değerlendirmediler, alçaldılar ve Allah'ın lənətinə gəldilər. Bakın Kur'an-ı Kerim'de Uca Allah bize onların ne için lənətə gəldiklərindən bir hissəsini bize haber verir. Uca Allah buyurur ki, فَبِمَا نَقْدِهِمْ مِيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً Onlara Bəni İsrail oğulları əhdlərine vəfasız oldukları üçün, o əhdləri pozdukları üçün biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Subhanallah. Bakın değerli kardeşler, Sa'd ibn Muaz, Allah ondan razı olsun, o sahabe
Bedir savaşında Allah Resuluna deyir ki, Allah'ın Peygamberi, gel sana bir çadır kurak burada. Sen orada dincel, biz gidip savaşaq. Eğer biz ölsək, bize bir hadise baş versə, sen o çadırın yanındaki bilgilərə min ve Medine'ye geri qayıt. Geride kalanlar bizden daha yaxşı sənə sahip sadaqlar deyirlər. Subhanallah. Lakin Resulullah s.a.v. bunu qəbul etmir. Bakın Musa Peygamberin qövmünə Qur'an ile sabitdir. Elə ki Musa Peygamber öz qövmünə əmr edir ki, gedin savaşın. Lakin onlar deyirlər ki, İzhəb əntə və rabbuka fəqatilə. Dedilər ki, ey Musa, sen ve Rabbin ged savaşın, biz burada oturup gözleyeceğiz. Bakın bu onların Allah'a vermiş oldukları əhdə necə xilaf sıxdığını göstərir değerli kardeşler. Möhtərəm müsəlmanlar, əhdə vəfalı olmaq bu möminlərin sifətlərindəndir. Və Allah Azze ve Celle Müminun suresinde iman getirenlerin, o kurutulan iman getirenlerin, talaha uğrayan o iman getirenlerin sıfatlarını zikrederken buyurur ki وَالَّذ۪ينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ. O müminler o kimselerdir ki onlara verilen emanetlere ve ehlere riayet ederler. Onları bozmazlar. Değerli kardeşler, her birimiz ruhlar aleminde olarken Allah Azze ve Celle Adem Peygamber'in belinden kıyamet gününe kadar kimi yaratacak ise onların ruhlarını yaratıp ve onlara o meşhur sualı vermiştir. Uzallah Kur'an-ı Kerim'de buyurur ki وَاِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ. Uzallah buyurur ki ile ki Rabbim Adem oğullarının bellerinden zürriyetlerini çıkarıp onları özlerinin aleyhine şahit tutarak dedi ki ben sizin Rabbiniz değilim. Bakın o ruhlar aleminde bir tane ruh bile olsun itiraz etmedi. Bütün ruhlar dediler ki قَالُوا بَلَا شَهِدْنَا. Dediler bəli ey Rabbimiz sen bizim Rabbimizsen biz şahit olduk. اَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ اِنَّا كُنَّ عَنْ هَذَا غَافِلِينَ. Biz onu gerektik ki kıyamet günü biz bundan gafil idik, habersiz idik demeyesiniz. Değerli kardeşler doğrudur biz Rabbimize ruhlar aleminde böyle dediğimizi hatırlamıyoruz. Lakin bizim bunu hatırlamamamız onun olmadığını demek değildir. Hiçbir insan ana bətrində olduğunu hatırlamıyor. Lakin bu hakikati asla inkar etmez. Lakin kıyamet günü herkes ruhlar aleminde Allah'a belə dediğini hatırlayacaktır. Biz bu ayeti ne için okuduk değerli kardeşler? Çünkü əhd iki zürdür. Allah ile kulları arasında olan əhd ve kullar ile kullar arasında olan əhd. Değerli kardeşler, insanların Rabbi ile olan əhdi Allah'a iman getirmesi, ona hiçbir şeyi ortak koşmaması ve onun emrine itaat edip haramı haram, halalı halal bilmesidir. Bakın değerli kardeşler, ve her birimiz buna şahit olmuşuz. Lakin kulun bunun üzerindeki olan hakkı ise değerli kardeşler, bu çok uzundur ve mevzumuz çok geniştir. Biz bunu tam diyebilmeyeceğiz. Onu diyelim ki kim kimden borç alırsa, kim kime söz verirse, kim emanet alırsa onlara mütlak riayet etmelidir. Bakın Peygamber Efendimiz bir hadisinde buyurur ki اَعْتُوا الْاَجِيرَ اَجْرَهُ قَبْلَ اَنْ يَجِدْ فَعَرَقُهُ. İşçinin hakkını onun teri vurmadan ona verin diye Resulullah sallallahu aleyhi ve sellem. Değerli kardeşler, Müslümanlar verdikleri sözlere sahip çıkmalıdırlar. Bakın size bir hadiseni haber verin. Bu bize şifayet eder ki insanlar əhdine necə vəfalı olmalıdır. Resulullah sallallahu aleyhi ve sellem Hudeybiye sülhündə müqabilə bağlayır müşriklərlə. Və o müqabilənin bəndlərindən biri də o idi ki, əgər Məkkədən kimsə İslamı qəbul etsə və Peyğəmbər Efendimizin yanına gəlsə, Peyğəmbər sallallahu aleyhi ve sellem o kimsələri Məkkəyə geri göndərəcək. Və Resulullah sallallahu aleyhi ve sellem istəməsə də bu müqabiləyə razı oldu ve imza attı. Lakin bu hadiseden sonra Ebu Basir ve Ebu Cendel adlı iki genç sahabe bundan sonra iman getirirler ve gizlice gelirler Medine'ye.
ve Resulullah sallallahu aleyhi ve sellemin yanına gelirler. Lakin Resulullah aleyhissalatu vesselam buyurur ki, siz bilirsiniz ki ben sülhdə razı olmuşam. Ve o sahabe deyir ki, Allah Peygamberi bizi geri mi qaytaracaqsan? Allah Resulü buyurur ki, biz heç vaxt əhdimizə xilaf sıxmarıq, yəni Peyğəmbərlər. Bakın değerli kardeşler, bu eşya değil, bir Müslümanın canı idi ki, Resulullah sallallahu aleyhi ve sellem əhd bağladığı üçün onları geri gönderdi. Lakin ona dedi ki, ey Ebu Basır, sen səbirli ol, Allah sana bir çıxış yolu gösterəcəkdir. Ve öyle de oldu, o sahabəni götürüp apardılar Məkkəyə, Məkkə yolunda o sahabe yanındaki Ebu Cəhllə beraber birçok İslam'ı kabul edenler bir araya gelir ve onlarla savaşır ve onların kabilelerine hücum edirler. Ve bundan sonra o Məkkə müşrikleri özleri məktub gönderirler ki, bunlar ey Allah'ın Peygamberi, ey Muhammed sallallahu aleyhi ve sellem bunları öz emanetin altına, öz emri ve al ki burada fesat törənməsin. Değerli kardeşler, bütün bunlar onu gösterir ki, her bir Müslüman verdiği söze, əhdə vəfalı olması lazımdır. Bu bir şərtdir, bu Allah'ın emridir. Tabii ki biz əhdə vəfa dedikdə Allah'ın icazə verdiği çərçivədə qəsd edilir. Yani bugün elə əhlər var ki, əgər şəriətə müxalifdirsə, tabii ki onunla əməl edilməz. Bəzi zahirlər deyirlər ki, mən əhd bağlamışam ki, mən inşallah 50 yaşında namaz qılacağam. Sənin bu əhdin şeytanın əhdidir və sənin bu əhdin yerin dibine batsın. Çünkü Allah'ın şeriatında böyle bir şey yoktur. Bu şeytanlardır. Allah'ın emrettiği çerçevede şeriatın içerisinde olan bütün əhdlere değerli kardeşler, Müslümanlar riayet etmelidir. Bakın günümüzde öyle bir zamana gelmişik ki insanlar birbirlerine borç alıp verebilmirler. Yani borç verirsen bazı kardeşler şartıdır ki adamın imkanı ola borcunu geri qaytarmıyor. Subhanallah. Kim imkanı ola bilərekdən borcunu geri qaytarmırsa bilsin ki o Allah katında emanete xəyanət edən kimsədir. Değerli kardeşler, hətta günümüzdə atalar sözü icat edirlər. Deyirlər ki, borc verib pis olacağına verməyib yaxşı olun və yaxud da bunun kimi şəriətə müxalif misallar verirlər ki, yani borç verib almayaq. Bütün bunlar değerli kardeşler bu əhdə vəfasızlıqdan dolayıdır. Halbuki bizim dinimizde buna yeri yoktur. Müslümanlar söz verirse sözlerini yerine getirmelidirler. Değerli kardeşler, dedi ki, əhdə vəfalı olmaq bütün peygamberlerin səfərindəndir. Və uca Allah Quran-ı Kerimdə dəfələrlə bizə əhdimizə vəfalı olmamızı bizə əmr edir. Müslümanlar əsla əhdinə xilaf çıxa bilməz. Əgər etmiş olarsa bilsin ki, mütləq onun cevabını verəcəkdir və mütləq Allah Azze ve Celle ondan soruşacaqdır. Qardaşlar, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, bir hədisində, mənə 6 şeyi qoruyacağınıza söz verin, mən də sizin cənnətə girməyinizə kəfil olaram, deyir Resulullah sallallahu aleyhi ve sellem. Və onları sayır bir deyir ki, danışdığınız zaman doğru danışın, yalan danışmayın. Ve vəd ettiğiniz zaman vədinizə xilaf çıxmayın, vədinizi yerinə yetirin. Ve size güvənildiyi zaman əmanətləri sahiblerine verin. Ve namusunuzu koruyun, yani zina etmeyin. Gözünüzü haramdan çəkin ve əllərinizi de haramdan uzaklaştırın. Kim bunu ederse Resulullah sallallahu aleyhi ve sellem kəfil olmuştur ki, o qiyamət günü o cənnətə girəcəkdir. Değerli kardeşler, Allah Azze ve Celle hatta Kur'an-ı Kerim'de özellikle Müslümanların o güzel səhvlərini zikrederken, onlara kişi adını vererken buyurur ki, minel mu'minine ricalun sadaku ma'ahadullah aleyh. Müminlerden elə kişiler vardır ki, onlar Allah'a vermiş olduğu əhdlərə sadiq olanlar. فَمِنْهُمْ مَنْ قَضَى نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ. Onlardan kimisi şehit olduğu yolda, kimisi ise şehit olmalarını gözləyirlər. وَمَا بَدَّلُوا تَبْدِيلًا. Onlar əsla əhdlərini dəyişdirmədilər. Değerli kardeşler, onun üstündür ki biz Müslümanlar ədalətli olmalıyız. Biz Müslümanlar söz verdiğimiz zaman onu mütləq yerine getirmeliyiz. Bakın değerli kardeşler, dünyada neler baş verir?
Biz Müslümanlara eyni şekilde de adaletli olmamız emrolunmuştur. Bizim Filistin'de olan Müslüman kardeşlerimize, esirlere idam hükmü verildi. Lakin bu haqda danışılan insanlar görmürük. Halbuki biz Allah katında adaletli olarak şahitler olmamız bize emrolunmuştur. Möhtərəm Müslümanlar, onun üçündür ki, bunlara dikkat edelim. Biz Müslümanlar verdiğimiz sözlere əməl edelim. Bakın, bazı kardeşler sual vermişti ki, yani bazarda işləyirəm, mən satdığım əşyanı Çin malı olduğunu desəm, karşı tərəflər hak edəcək, onu aldatmadan hile kurup diyebilirim ki, bu Çin malı değil, bu Pekin malıdır. Aslında burada oyun oynuyor ve karşı tarafı aldadır. Değerli kardeşler, Müslümanlar buna dikkat etmelidir. Ruzunu veren Allah'tır. Bu gibi şeylere aldanmayalım. Ve onu diyelim ki bazı kardeşler borç alırlar ve borçlarını bilerekten verirler ve sonra borçlarını geliştirdikleri halde ümreye gelirler. Bu kul hakkıdır değerli kardeşler. Biz hatırlatırız ki Müslümanlar böyle şeyler etmesinler. Bakın bugün günümüzde ata oğula, oğul ataya, kardeş kardeşe artık güvenmiyor. Bütün bunların neticesidir değerli kardeşler.